həmsöhbətimiz siyasi şərhçi Murad Sadəddinovdur. Murad bəy, xoş gəlmişsiniz, xoş gördük sizə. Xoş gününüz olsun. İlk olaraq elə istəyirəm birinci təqdim etdiyimiz informasiya üzrə təhlillərinizi alaq. Ermənistan Konstitusiya Məhkəməsi artıq iyulun 4-ünə qədər nəticələri tam şəkildə araşdırıb, son yekun prosesin bizə nəticəsini təqdim edəcək. Bizə dediyim, ümumiyyətlə Ermənistan cəmiyyətinə desək daha doğru səslənərdi və bir-bir bütün müraciətlər hazırki məqamda geniş şəkildə təhlil edilir. Açıqlaması da verilmişdi məhkəmənin sədri tərəfindən. Amma buna baxmayaraq elə mən az öncə də xatırlatdım ki, Ədliyyə Naziri qeyd edir ki, heç bir ehtiyac olmayacaq yenidən seçkilərin keçirilməsi, bu seçkinin də ləğv edilməsi üçün bir əsas yoxdur. Nə düşünürsünüz? İyulun 4-ündən sonraki dönəmdə nə dəyişəcək tam olaraq? Yəni, həqiqətən də verilən o nəticələr nəyisə dəyişməyəcəkmi? Şübhəsiz, Konstitusiya Məhkəməsinin qərarından biz hər hansı bir sensasiyon xəbər eşitməyəcəyik və gözləməməliyik. Düşünürəm ki, Konstitusiya Məhkəməsi mövcud olan seçkilərlə nəticələri təsdiqləyəcək. Ola bilsin, bir-iki hansısa bir xırda məsələ ilə bağlı mənfi qərar versinlər, amma o seçkilərin nəticələrinə təsir etməyəcək. Bu baxımdan ki, Paşinyan partiyasının səslərinin azalmasına formasında yəni təsiri olmayacaq. Bu aydın məsələdir. Bilirsiniz, müxalifət partiyalar müraciət edə bilər, tələb eləyə bilərlər ki, ciddi qanun pozuntuları və s. Amma bu cür seçkilərdə bir göstərici olur. Əgər doğrudan da bu seçkilərin nəticələri xalqın səs verməsi ilə uyğun gəlməsəydi, biz indi böyük bir mitinqləri, etirazları Ermənistan paytaxtında görərdik. Amma siz fikir verin, hər hansı bir ciddi etirazda, kütləvi şəkildə seçkilərin nəticələri ilə bağlı xalqın iradlarını və s. biz bunları görmürük və eşitmirik. Bu onun göstəricisidir ki, müxalifət qüvvələri, hansılar ki, Konstitusiya Məhkəməsində iddialarına çıxış edirlər, onların iddiaları əsassızdır və xalqın səs vermə hüququ ilə bağlı məsələlərlə onlar müxtəlif hüquqi terminlərdən istifadə edəcəklər, hüquqi imkanlardan istifadə edəcəklər ki, nəyəsə nail olsunlar. Amma düşünmürəm ki, hər hansı bir burada biz indi seçkilərin nəticəyə təsir edilən qərarı eşidəcək. Müxalif medianın da yazıları diqqət çəkir bu günlərdə. Arda-arda hazırki hakimiyyət daxilindəki gərginliklərlə bağlı informasiyalar paylaşılır. Hətta seçki günündə baş verən məsələlərə bir də qayıdıblar. Mən o Alen Simonyanla bağlı faktları bir qədər sonra danışarıq istəyirəm. Bizim bir Hraparakın yazısı ilə bağlı qrafik təsvirimiz var. Onu ekrana gətirək, təqdim edək. Daha sonrasında sizin də fikrinizi alaq deyirəm. Belə ki, Hraparak yazır ki, seçki gecəsi nəticələrin hakimiyyətinin əleyhinə dəyişdiyini görən Nikol Paşinyan vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün təcili qərar verərək qələbə qazandıqlarını elan edib. Paşinyan nəticələrin hesablanmasını partiyanın mərkəzi qərargahından deyil, hökumət iqamətgahından yaxın ətrafı ilə birlikdə izləyib. Vəziyyət tədricən mürəkkəbləşəndə Paşinyan və komanda yoldaşları seçki nəticələrinin onların xeyrinə inkişaf etmədiyini, sübhə qədər vəziyyətin geri dönüşü olmayan həddə çata biləcəyini anlayıblar və bundan sonra təcili qərar qəbul edilib ki, Paşinyan mətbuat konfransı keçirərək qalib gəldiklərini və təkbaşına hakimiyyət formalaşdıracaqlarını bəyan etsin. Qalan məsələləri isə sonradan həll etsinlər. Əslində xatırladığımızda həmin dönəmin tam olaraq səslər hələ ki elan olunmamış, düz səslərin yekun nəticələri bir neçə gün çəkdi elan edilməsi. Amma buna baxmayaraq Paşinyan bir qədər tez hərəkət etmişdi. Amma onu da nəzərə almaq lazımdır ki, Hraparak müxalif istiqamətdə informasiyalar paylaşan nəşrdir. Siz necə düşünürsünüz bu yazını? Birincisi, siz sonunda çox gözəl qeyd elədiniz ki, Hraparak müxalifət yönlü mətbuatdır. Amma müxalifət yönlüdən də başqa biz onun araşdırmasını, mən vaxtilə araşdırmışam bu mətbuatla bağlı. Ona görə ki, həddindən artıq çox sensasiyon xəbərlər, inside məlumatlar paylayır və onların olur ki, təsdiqini tapır, amma böyük əksəriyyəti sonra öz təsdiqini tapmır. Və ümumiyyətlə Ermənistan ictimaiyyətində, Ermənistan media sahəsində bu mətbuata onlar Rusiya pərəst kimi baxırlar. Ona görə ki, onun yazıların böyük əksəriyyəti Rusiyanın Ermənistana apardığı siyasətin amillər orada açıq şəkildə görsənilir. İndiki zamanda, bax, bu səslənən məlumatı, bəli, Paşinyan biraz tez çıxıb elan eləmişdi və ona sual da vermişlər mətbuat konferansında ki,
axı rəsmi məlumatlar elan olunmayıb, siz bunu deyirsiniz. O da deyib ki, bizim hər bir seçki məntəqəsində öz nümayəndəmiz var, artıq protokollar imzalanır və o protokollara uyğun olaraq biz bunu elan eləməyə kifayət qədər faktımız var. Bəli. Amma indi burada müxtəlif fikirlər söyləyir bu mətbuat Paşinyanla bağlı vaxtından əvvəl elan eləməyin məqsədini, yəni ki, bu seçkilərin nəticələrini düzəltmək üçün istiqamətlənmiş bir addımdır. Yəni, həmin zamana qədər səs hüququndan istifadə etməyən vətəndaşların da fikrini yayındırmaq üçün istifadə edib deyir. Amma bu bir qədər də müəmmalı yanaşma deyilmi? Onsuz da həmin saata qədər artıq səs verənlərin böyük bir qismi öz hüquqlarından istifadə etmişlər. Nə dəyişə bilərdi? Bir neçə faiz səsdən söhbət gedir. Bəlkə də o Sarıq Qaqikyanla bağlı məsələni gündəmə gətirmək istəyir, yəni Hraparak nəşrinin yazarları. Düşünürəm ki, onun vaxtından əvvəl elan olunması bu siyasi xarakter daşıyır. Ona görə ki, Ermənistandakı seçkilər təkcə Ermənistan daxili prosesi deyildi. Biz bunu açıq gördük. Çox ciddi geopolitik mübarizənin bir forması idi Qərblə Rusiya arasında və Rusiyanın təzyiqləri müxtəlif istiqamətlərdən həyata keçirilirdi. Çox güman ki, bəlkə də onun qarşısını almaq üçün və s. Baxımından bunun vaxtından əvvəl elan olunması əsas səbəblərindən biridir. Amma burada bilirsiniz, o seçkilər sonradan axı səslər yenidən sayıldı. Və biz gördük ki, orada da hansı bir ciddi belə bir seçkilərin nəticələrini təsir eləyən fərqi görmədi. Bu baxımdan düşünmürəm ki, bu mətbuatda əks olunan bu fikirlər doğrudan reallığı əks etdirsin. Və biz bilirik ki, Rusiya tərəfi Ermənistan daxilində kifayət qədər vaxtla çox güclüdür, amma Paşinyan bunu xeyli zəiflədib. 5-ci kolonu mövcuddur və 5-ci kolonun ətrafında da xüsusi onların maraqlarına fəaliyyət göstərən media qurumları var. Düşünürəm ki, həddindən artıq çox böyük vəsait ayrılmışdır. Həmən o müxalifət nümayəndələrin hər üçünü demək olar ki, kifayət qədər maliyyə imkanlarına malik bir qurumlar idi. Və həmən o mətbuat da o maliyyə imkanlarından istifadə edib bu cür yazılar yazır. Amma nəticə etibarilə görürük ki, bunlar hansı bir seçkilərin nəticəsini əks etdirən, təsir eləyəcək, nə də ki, ümumi siyasi vəziyyətə. Aydındır. Bir qədər də həm Avropa inteqrasiyası məsələsi, Rusiya ilə də Ermənistan münasibətlərinə toxunmaq istəyirəm. Hraparakın elə bu məsələ ilə bağlı da yazısı var. Ekrana gətirdik, onu da oxuyaq. Belə ki, Avropa Komissiyası Prezidenti Ursula von der Leyen'in Ermənistana səfərindən sonra Rusiya ikinci geniş miqyaslı sanksiyalar paketini tətbiq edə bilər. Leyen'in Ermənistana gözlənilən səfəri hakimiyyət daxilində də müəyyən narahatlıqlar yaradıb. Nümayəndə heyətinin tərkibində Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosta olacaq. Bu səfər parlament seçkisindən sonra və Konstitusiya Məhkəməsinin qərarı açıqlanmamışdan əvvəl Nikol Paşinyana göstərilən xüsusi siyasi dəstək kimi qəbul ediləcək jestdən söhbət gedir. Lakin bunun nəticələrini ilk növbədə Ermənistanın sahibkarları və əhali öz üzərində hiss edəcək. Leyen'in artıq sabah Ermənistana səfəri gözlənilir. Bir qədər də indiki Ermənistan-Rusiya münasibətlərinin mənzərəsinə baxdığımızda sanki Hraparaka bu məsələdə haqq qazandırmaq olar. Siz nə düşünürsünüz? Bax, bundan əvvəl mən nə deyirdim ki, çox vaxtı Rusiya maraqlarını həyata keçirdən fikirlər səsləndirilir və ikinci məlumatı siz göstərən kimi artıq burada açıq-aydın görünür ki, məsələn, o səfər qabağı həmən bu qazet vasitəsilə, nəinki bu qazet, başqa qəzetlər, başqa kütləvi informasiya vasitələrindən Rusiya tərəfi Ermənistan rəhbərliyinə təzyiq eləyir, hər hansı bir ciddi danışıqların nəticəsində əldə elədiyi qərarların elan olunmasından çəkindirmək istəyir və yenə də hədələyirlər ki, seçkidən əvvəlki dövrdə biz gördük ki, Ermənistanda olan fermerlər, sahibkarlar əziyyət çəkəcəklər və s. Amma burada bir məsələni nəzərə almaq lazım. Avropa Komissiyası elan eləmişdi ki, Rusiyanın təzyiqi nəticəsində, Rusiyanın qoyduğu embargo nəticəsində əziyyət çəkənlərlə bağlı Avropa Komissiyasının öz projesi var, maliyyə yardımı da eləyəcək və çox güman ki, bu məsələ ətrafında çox müzakirələr geçəcək, bu bir. İkincisi, Rusiyanın təzyiqindən söhbət gedirsə,
Rusiyanın bu günləri özünün o qədər də imkanları yoxdur ki, əvvəlki dövrlər kimi elə ciddi təzyiqləri göstərsin. Biz Rusiyanın özündə görürük ki, benzinlə bağlı, yanacaqla bağlı hansı ciddi problemlərlə rastlaşır. Elə bunları əsas gətirərək qazın qiymətlərində bir yüksəlmə tətbiq edə bilərmi Rusiya Ermənistana? Özünün o enerji böhranına görə. Düşünürəm ki, bu sadə bir proses deyil. Bu iki tərəfli prosesdir. Ona görə ki, Rusiya tərəfi əgər qazın qiymətini qaldırsa, Ermənistan tərəfi əks cavab vermək imkanları var. Məsələn, mənim düşüncəmlə, Ermənistanda qaz paylayıcı şəbəkə Ermənistan Gazprom adlandırır, Rusiya məxsusdur. Və bu günləri Ermənistan tərəfi onu milliləşdirmirsə, hansı səbəblərdən? Çox güman ki, məhz həmən o qazın qiymətlərini aşağı almaqla bağlı şərtlər əsas faktordur. Rusiya tərəfi qiymətləri qaldırsa, Ermənistan tərəfi də məsəl üçün maraqlı olmayacaq ki, Rusiyanın qaz şəbəkəsini öz ərazisində saxlasın. Əgər o dünya qiymətlərini alacaqsa, sabahları o götürüb Azərbaycandan qaz alacaq, İrandan qaz alacaq və yaxud maya qazı başqa yerlərdən alacaq. Amma Murad bəy, həm də göz ardı etmək olmaz ki, hazırki məqamda təkcə iqtisadi kartdan istifadə edən Rusiyanın təhlükəsizlik, nəqliyyat, enerji istiqamətində bir çox təzyiq rıçaqları hələ də qalmaqdadır. Enerji ilə bağlı qazı artıq danışırıqsa, bərabərində 102-ci hərbi bazanı unutmaq olmaz, nəqliyyat istiqamətində olan məsələləri unutmaq olmaz, dəmir yolları burada, yəni milliləşdirmə ilə bağlı danışır, amma uzun müddətli dəmir yolu məsələsini Nikol Paşinyan həll edə bilmir. Görünür ki, bu elə qısa müddətdə qərarı verilib praktikaya atılacaq bir addım deyil, yəni addımlar deyil. Elə buna görə də yəni hələ də Rusiyanın əslində ciddi təsir imkanları qalmaqdadır. Və biz əgər Liyanin gəlişi ilə bağlı danışırıqsa, siz orada bir çox məqama toxundunuz ki, nələr müzakirə edilə bilər və xəbərdə də təqdim etdik, sonda bir bəyanat qəbul ediləcək. Bu bəyanat elə Ermənistana dəstək istiqamətində bu yöndə hansı önəmli faktlar yer aldığını görə bilərik o bəyanatda? Əlbəttə ki, o bəyanatın əsas məqsədi məhz Ermənistana dəstəkdir və həmən o bəyanatda çox güman ki, biz görəcəyik məhz Rusiyanın Ermənistana təzyiq elədiyi istiqamətlər üzrə hansı Ermənistan iqtisadiyyatı üçün, Ermənistan məsəl üçün sahibkarları üçün ən ağırlı məsələlər varsa, onlarla bağlı məqamları toxunacaqlar, ona əks tədbirlər görülməsi ilə bağlı. Yenə də təkrar edirəm ki, artıq Avropa Birliyi maliyyə yardımı ilə bağlı bəyanatlar vermişdi. Çox güman ki, o ilə bağlı müxtəlif paketlər açıqlanacaq. İndi yanacaqla bağlı Ermənistana qarşı Rusiyanın təzyiq eləmək imkanları getdikcə məhdudlaşır. Ona görə ki, bu günlər Rusiya özü Qazaxıstanla danışıq aparır ki, 50 min ton benzin alsın. Bu baxımdan, məsəl üçün, benzindir, dizel yanacağıdır. Artıq Azərbaycan yavaş-yavaş təminatı artırır. Bundan əvvəl verilişdə siz göstərdiniz ki, İrana səfərə hazırlaşır Ermənistan baş naziri. Bu da çox güman ki, məhz o ilə bağlıdır ki, gələcəkdə İranın potensialından da istifadə eləsin ki, həmən o təzyiq mexanizmləri qarşısını almaq üçün. Amma İranla da bir trip marşrutu layihəsi ilə bağlı narazılıqlar var. Hətta yadımızdadır, bu günlərdə Qaluzin də buna işarə elədi. Dedi ki, İran bundan məmnun deyil və düşünmürük ki, icazə versin bütün bu yaxın şərqdəki gərginliklərdən sonra düz yanında, sərhədində Amerikalılar olsun. Əlbəttə, burada təkcə Amerika əskərləri məsələsi nəzərdə tutulmur. O artıq bəllidir ki, orada yarı hərbiləşdirilmiş istiqamətdə mövcudiyyət olacaq. Amma İran ümumiyyətlə onların orada olmasını istəmir. Bunu qəbul etmir. Zaman-zaman biz ötən həftələrdə bir neçə dənə xəbərdarlığın da şahidi olduq. Yahya Rəhim Səfəvi, Əli-Əkbər vilayəti tərəfindən. Bu səfər çərçivəsində mütləq təmaslar olacaq. Bu məsələlər müzakirə edilə bilərmi, nə düşünürsünüz? Amma yadımızdadır, bu həftələr ərzində bir neçə gün öncə məhz vitse-prezidentin səfəri olmuşdu İrəvana. İranın vitse-prezidentindən söhbət gedir, Həmid Purməhəmmədi. Orada artıq əslində kommunikasiyalar məsələsi danışılmışdı. Danışılmayan, razılaşdırılmayan məqamlar amma qalmaqdadır. Necə qiymətləndirirsiniz? Düşünürəm ki, əlbəttə ki, bu əsas mövzulardan biri olacaq. Və İran tərəfinin bu cür bəyanatlar verilməsi o demək deyir ki, İran tərəfi bir mənalı olaraq bunun qarşısını alacaq və yaxud müharibə elanacaq və s. Sadəcə olaraq İran tərəfi də bunu bir təzyiq vasitəsi kimi nəyisə əldə eləmək istəyir və danışıqlar nəticəsində əks tərəfin hansısa bir güzəştlərini alaraq bununla razılaşmalı olacaq. Nə üçün? Ona görə ki, Ermənistanın İranla dəmir yol xəttini işlətmək üçün məhz bu trip yolu açılmalıdır. Ona görə ki, Ermənistan əgər İran xəttinə qoşulacaqsa, o gərək Naxçıvan vasitəsilə
İrana çıxsın. Başqa onun imkanları yoxdur dəmir yol vasitəsilə. Naxçıvan vasitəsilə dəmir yolun xoda salan zaman əlbəttə ki, bu trip də burada bir faktordur. Ona görə ki, bu məsələlər hamısı kompleks həll olunacaqlar. Düşünürəm ki, İran tərəfinin bəyanatları müəyyən dövr ola bilər, amma müəyyən razılaşmadan sonra ona görə ki, bu yolun özü İranın özünə də sərf eləyir. Amma paralel də yol var axı, proyektlər var. Yəni Azərbaycanın körpünün tikilməsi bilirsiniz ki, bu körpüdən sonra dəmir yolu salınması məsələləri gələcəkdə. Çox güman edirəm ki, bu məsələlərin hamısı kompleksdə, son nəticədə hansısa bir danışıqların, ona görə ki, hər tərəf üçün maraqlıdır bu. Pozitiv bir qərar əldə olunacaq. Aydındır. Və Joqovurt nəşrinin Alen Simonyan və Nikol Paşinyan arasındakı gərginliklə bağlı yazısını oxudum mən bir neçə dəqiqə öncə. Orada əslində Simonyanın bu məsələ ilə bağlı məlumatının olmadığı, biləndə ki, ona 20 nəfərdən cəmi 5-i səs verib, çox əsəbləşdiyi və hətta orada müəyyən bir davanın olduğu ilə bağlı məqamlar paylaşılmışdı. Siz nə düşünürsünüz? Hakimiyyət daxilindəki bu dəyişikliklər, Simonyan, Rubinyan olsun və gözlənilən bir neçə dəyişikliklər var. Öncədən planlı şəkildə qurulmuş bir strategiyanın mı gedişidir, yoxsa nə baş verir tam olaraq? Bir mənalı demək çox çətindir. Əgər biz düşünürük ki, bu əvvəlcədən hazırlanmış strategiyadırsa, mənim zənnimcə belə bir versiya mən irəli sürə bilərəm ki, bir qədər bundan əvvəl məlumatlar yayılmışdı ki, Ermənistanın mövcud prezidentinin səhhətində ciddi problemlər var və ola bilsin ki, vaxtından əvvəl öz vəzifəsindən ayrılsın. Bu məlumatı nəzərə alaraq bəlkə də Simonyanın həmən o posta hazırlanması ilə əlaqədar olaraq onun namizədliyi parlament spikerinə irəli sürülmür. Bu birinci variant Alen Simonyanın aktiv siyasət yürütdüyünü gördük parlament sədri olarkən. Yəni, prezidentin isə Ermənistanda necə bir fiqur olduğunu hamımız bilirik, hamımıza məlumdur. Belə bir aktiv siyasətçinin prezident olaraq gətirilməsi hansısa bir məqsəd güdərmi, ümumiyyətlə uğurlu olarmı? Bilirsiniz, biz onların seçki kampaniyasında biz gördük ki, onlar cüt idilər, Paşinyanla bir yerdə. Bu onun göstəricisidir ki, yəni bugünkü partiyanın aparıcı simaları bunlardır və çox güman ki, seçkilərin nəticələri göstərdi ki, insanların seçilən rəqabətini bunlar ikisi qazanıblar. Ola bilsin ki, Paşinyanla da onun arasında daxildə artıq rəqabət var və Paşinyan da öz yaxın olan millət vəkilləri vasitəsilə, namizədlər vasitəsilə onu bu siyahıdan uzaqlaşdırır. Ola bilsin ki, bilirsiniz ki, Simonyanla bağlı Rusiyanın çox ciddi problemləri var. Rusiya tərəfi onu çox xoşlamır. Ona görə ki, Rusiya qarşı həmişə həddindən artıq ciddi çıxışlar eləyir. Bəlkə hansısa bir kompromis vasitəsi kimi onun parlamentə getməsi müzakirə olunur. Biz bilmirik bunların pərdə arxası nələr baş verir. Amma Simonyan əlbəttə ki, aktiv bir siyasətçidir. O bir vacib faktordur və seçicilər də çox güman ki, Ermənistanda da ona münasibətdir, müsbətdir. Bu baxımdan mən düşünmürəm ki, o siyasətdən getmiş bir fiqurdur. O prezident kürsüsünə də gələ bilər. O hansısa bir başqa formada da fəaliyyət göstərə bilər. Bunu gələcək göstərəcək. Aydındır. Mən bir qədər yenidən qayıtmaq istəyirəm. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə qısa bir cavab xahiş edəcəm. Sizdən hardasa 1-2 dəqiqə vaxtımız var. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və sürətli şəkildə prosesləri irələtmək üçün mütləqdir ki, bayaqdan üzərində danışdığımız o daxildəki prosesləri, problemləri Nikol Paşinyan həll etsin. Həll etmədiyi halda əlbəttə ki, Azərbaycanın şərti yerinə yetirilməyəcək. Türkiyə ilə münasibətlərin düzəlməsi də Azərbaycanın şərtindən keçir və bütün bunları nəzərə aldığımızda əslində biz seçkidən sonraki dönəmlərdə prosesin çox tez irəliləyəcəyini gözləyirdik. Amma indi heç də onu müşahidə etmirik. Qarşıdakı aylarda bu baxımından nələr cəryan eləyə bilər? Düşünürəm ki, bu məsələ aktuallaşacaq, referendum məsələsi aktuallaşacaq. Baxmayaraq ki, absolut çoxluq onda yoxdur, amma müəyyən üsullarla yeni formalaşmış parlamentdə lazım olan səsi toplaya bilərlər. İndi mən onu sadalamaq istəməm, vaxtımız azdır və nəticə etibarilə konstitusiyonu dəyişiklik eləməlidirlər. Ona görə ki, bu günləri Ermənistandakı o təzyiqlər ki mövcuddur, bu təzyiqlərin qarşısını almaq üçün də vacib faktorlardan biri qısa bir müddət
əlbəttə Azərbaycanla Türkiyə ilə münasibətləri bərpa eləməkdir. Bərpa eləyib iqtisadi əlaqələri bərpa eləməkdir ki, həmən o təzyiqin qarşısını alsınlar. Bu baxımdan da konstitusiya dəyişikliyi əsas faktordur. Ona görə düşünürəm ki, indi seçkilər elə bitib, Konstitusiya Məhkəməsi elan eləsin, seçkilərlə bağlı beynəlxalq o təzyiq faktorlarının qarşısını alandan sonra düşünürəm ki, Paşinyan hökuməti bu konstitusiya dəyişikliyi məsələsinə yaxınlaşacaq. Ona görə ondan çox şey asılıdır Ermənistanın gələcəyi üçün. Aydındır. Çox sağ olun Murad bəy. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün, önəmli dəyərləndirmələrinizə görə.